Ona görə biz deyirik ki, vallahi, ta səhabələrin vaxtından bu günə qədər elə bir əhl-i sünnə yoxdur ki, Peyğəmbərin əhl-i beytinə hörmət etməsin, sevməsin, məqamını bilməsin. Ta Əbu Bakrın vaxtından hamısı biliblər. Təsəvvür edin, Əbu Bakr radiyallahu anhu görün nə deyir? Məlum məsələdir ki, insan öz qohum əqrabalarını, yaxınlarını, qohumları ilə əlaqəni gücləndirməlidir. Sılə-tur rahim deyirlər buna. Qohumlarla əlaqəni gücləndirmək, onları sevmək, onların qayğısına qalmaq, onlara hörmət etmək, hüquqlarını bilmək, zülm etməmək, sevmək. Bu olmalıdır qohumlarla, düzdür? Buna deyirlər sılə-tur rahim. Əbu Bakr radiyallahu anhu deyir ki, "Vəllezî nəfsi biyədih, ləqarabətu Rasulillah sallallahu aleyhi və səlləm əhəbbu ileyyə ən asilə min qarabəti." Nəfsim əlində olana and olsun. Yəni Allaha and olsun ki, Peyğəmbərin əhl-i beytini, yaxınlarını, onlarla əlaqəni gücləndirmək, onları sevmək, onlarla yaxşı olmaq mənim öz qohum əqrabalarımdan daha sevimlidir. Niyə? Çünki Peyğəmbərin əhl-i beytidir ona görə. Var Əbu Bakrın əhl-i beyti, var Peyğəmbərin əhl-i beyti. Var Əbu Bakrın yaxınları, var Peyğəmbərə yaxın olan insanlar. Əbu Bakr and içir ki, mənim üçün onları sevmək, onların haqqını bilmək, onların qayğısına qalmaq, onlarla ünsiyyəti yaxşı etmək daha sevimlidir, nəinki öz qohum əqrabalarım ilə. Və bu bütün sahabələr bu cür idi, ta bu günə qədər. Məsələn, Ömər ibn Xattab radiyallahu anhu. Ömər ibn Xattab Fatiməyə, Peyğəmbər sallallahu aleyhi və səlləm qızına deyir ki, ey Fatimə, vallahi sənin atan bizim üçün hamıdan sevimli idi. Sənin atan bizim üçün hamıdan sevimli olub. Sənin atandan sonra, elə ki atan dünyasını dəyişdi, sən bizim üçün hamıdan sevimlisən. Niyə? Çünki onun qızı idi ona görə. Əhl-i beytin məqamını bilirdi Ömər ibn Xattab radiyallahu anhu. Bundan əlavə İbn Kəsir rahiməhullah öz təfsirində və İmam Beyhaqi Dəlailun Nübuvvə kitabında Ömər ibn Xattabın başqa bir sözünü zikr edir. Ömər ibn Xattab Peyğəmbərin əmisi Abbasa, Abbas əhl-i beytdir, əmisinə deyir ki, ey Abbas, vallahi deyir, sənin İslama gəlməyin mənim üçün daha sevimlidir Xattabın İslama gəlməsindən əgər İslama gəlsəydi. Xattab atasıydı. Yəni, sənin İslama gəlməyin mənim üçün daha sevimlidir, nəinki Xattabın, atamın İslama gəlməsindən əgər gəlsəydi. Niyə? Belə əlaqələndirir ki, çünki deyir, sənin İslama gəlməyin Peyğəmbərə daha sevimli idi Xattabın İslama gəlməsindən əgər gəlsəydi. Ona görə bu da mənim üçün daha sevimlidir.